Videonu qeyd et və BMW sürən dostlar mütləq göndər. Həmçinin səhifəmə abunə ol ki, daha yeni məlumatlarla tanış olasan. Əlbəttə biz hamımız bilirik ki, BMW də digər avtomobillər kimi bir çox detalları əlavə digər istehsalçılardan alırlar. Misal üçün, mühərrik hissələri üçün prokladka sistemində Erling, Victor və digər firmalardan məhsul alırlar. Siz isə BMW qrup yox, Erling, Victor, Reins almaqla büdcəvizə qənaət etmiş olursunuz. Kolsa, vıkıladış və s. və ilə axırda isə Goetze və yaxud Kolbenşmiddən istifadə olunur. Əyləş sistemində TRV, Techstar, müəyyən hallarda AT, təəssüf ki, AT Azərbaycanda qiymət prinsipi baxımından çox yayğın deyil. Bunlardan istifadə olunur. Sef başmaq yağ korpusu barədə də isə BMW qrupu əvəz edən Febiyə etibar edə bilərsiniz. Həmçinin qeyd edeyim ki, filtr sistemində isə əsasən Mahli, müəyyən hallarda Bosch, MAN və sonuncu seri avtomobillərdə isə bir çox hallarda UFI-dən istifadə olunur. Əlavə olaraq benzin nasos sistemi və digər sistemlərdə isə Pierbook. Alışdırma şamlarında isə müəyyən qədər Çempion, Bosch və ən yayğın və effektivi isə NJK-dır. Əlavə olaraq qeyd edeyim ki, askı sistemində TRV və ən yayğını isə Lemferder olaraq istifadə olunub. Ona görə də BMW qrup əvəzinə bu detalları almaqla büdcəvizə qənaət edə bilərsiniz. Əlbəttə ki, bu detalların bir çoxunun Azərbaycan bazarında saxtaları da var. Saxtalardan özünüzü qorunmaq üçün bizdə saxta və orijinal müqayisəsi olan videolarda izləmək üçün bizim səhifəmizə mütləq abunə olmalısınız. Sağ olun.